Salam dostlar, güvən test toplusunda olan həzm sistemi və maddələr mübadiləsi testlərinə baxırıq. 1. Şəkildə X ilə insanın hansı dişi göstərilmişdir? Böyük azı dişi burada biz görürük. Y variantı. 2. İnsanın həzm sistemində karbohidratların parçalanması başlayır. Karbohidratlar ilk olaraq ağız boşluğunda kimyəvi çevrilməyə məruz qalır. B variantı. Hansı vitamin çatışmadıqda insanda skorbut xəstəliyi əmələ gəlir? C vitamini çatışmadıqda skorbut xəstəliyi baş verir. 4-cü sual. Hansı sınaq şüşəsində bir müddət sonra kimyəvi həzm prosesi baş verəcək? Baxırıq, ağız suyu əgər bu sınaq şüşəsinə daxil olsa, nişasta karbohidratdır. Bəli, ağız suyun tərkibində olan fermentlər karbohidratları parçalayır. Demək, bir də kimyəvi həzm gedəcək. Mədə-altı vəzi şirəsi, ümumiyyətlə mədə-altı vəzi şirəsinin tərkibində olan fermentlər həm yağları, həm zülalları, həm də karbohidratları parçaladığına görə ikinci sınaq şüşəsində də kimyəvi həzm gedəcək. Mədə şirəsi demək, mədədə bildiyimiz kimi zülallar da kimyəvi dəyişikliyə uğrayır. Mürəkkəb zülallar daha sadə zülallara parçalanır. Ona görə də 3-cü sınaq şüşəsində də kimyəvi həzm prosesi müşahidə olunacaq. Demək, burada hər üçü götürə bilərik. 5-ci suala baxaq. Nöqtələrin yerinə neçə yazılmalıdır? İnsan bədəninin təqribən 3/2 hissəsi sudur. Bu da C variantıdır. 6. 24 yaşlı insanda sayı kəskin dişlərin sayına bərabər olur. 24 yaşlı insanda kəskin dişlərin sayı 8 və ağızdan heç bir diş çıxarılmır. 8 olan həmçinin kiçik azı dişlərinin sayıdır. Burada A variantıdır. 7. Cədvələ əsasən doğru bəndi müəyyən edin. İnsanın süd dişləri. Demək, süd dişlərində köpək dişlərinin sayı 4-dür. Burada X 4-dür. Kəskin dişlərin sayı 8-dir. 8-dir. Kiçik azı da 8-dir. İndi müqayisə eləyək. Görürük ki, burada kəskin ilə kiçik azı bərabərdir. Yəni, Y ilə Z bərabərdir. Sayları isə köpək dişlərindən X-dən çoxdur. Variantlara baxırıq. Burada Y variantı uyğun gəlir. 8. Süd xoşlayan və sutka ərzində çoxlu süd içən insanın həzm kanalının hansı şöbəsinin vəzləri daha intensiv işləyər? Demək, südün tərkibində zülal, həmçinin süd yağları var, düzdürmü? Süd yağları mədədə parçalanır, bir də 12 barmaq bağırsaqda parçalanır. Ağız boşluğunda ümumiyyətlə ancaq karbohidratlara təsir edən fermentlər var. Ona görə biz burada mədə və 12 barmaq bağırsaq da nazik bağırsağın bir hissəsidir. Nazik bağırsağı götürə bilərik. 9. Yanlış ifadəni müəyyən edin. Qida mədədə təqribən 4-8 saat qalır, düzdür. Sutka ərzində 2,5 litr mədə şirəsi ifraz olunur, bəli. Mədənin divarındakı əzəllər 3 istiqamətdə uzunluğuna eninə köndələn yerləşir, düzdür. Həzm orqanlarının işi sinir və humoral yolla tənzimlənir. Həzm kanalında zülallar əvvəlcə zəif qələvi, sonra turş mühitdə parçalanır. Xeyr, əksinə olmalı idi. Zülallar əvvəlcə mədədə, yəni turş mühitdə, sonra isə nazik bağırsaqda qələvi mühitdə parçalanır. Demək, Y variantı burada bizə səhv verilmişdir. 10-cu suala baxaq. İnsan həzm sisteminin hansı hissəsində həzm fermentləri sintez olunmur? Sintez olunmur. Demək, düz bağırsaqda ümumiyyətlə həzm yoğun bağırsaqda artıq bitir və düz bağırsaqda heç bir ferment sintez olunmur. 11. Uyğunsuzluğu müəyyən edin. Demək, 1-lə bizə qaraciyər göstərilib, düzdür. 2. Kör bağırsaqdır, bəli. 3. Qida borusudur.
4 mədədir. 5 nazik bağırsaq. Xeyr. 5 burada biz anusu görürük. Burada demək 5 səhvdir. E variantı. 12. Dəridə əmələ gələrək uşaqlarda raxit xəstəliyi. Bu D vitaminidir. 13. İnsan həzm sisteminə aid uyğunsuzluğu müəyyən edin. Məədaltı vəzinin axarları 12 barmaq bağırsaq açılır. Düzdür. Qaraciyərin axarları o da 12 barmaq bağırsaq açılır. Mədəyə deyil. Demək burada B variantı səhv verilib. 14. Orta yaşlı sağlam insanın gündəlik qida normasında hansı maddənin kütləsi digərlərinə nisbətən daha çoxdur? Ümumiyyətlə, karbohidratların sutkalıq norması 380-500 qramdır. O daha çoxdur. Məsələn, bitki yağı 30 milliqramdır. 30 qramdır. Heyvani zülal 48. C vitaminin sutkalıq norması 50-100 milliqramdır. Kərə yağı, ümumiyyətlə yağların sutkalıq norması 80-100 milliqramdır. Amma karbohidratlar 380-500 milliqram və digərlərinə nisbətən daha çoxdur. Hansı vitamin çatışmadıqda insanda toyuq korluğu əmələ gəlir? Bu A vitamininin çatışmazlığıdır. 16. İnsanda məədaltı vəzinin axarları açılır. 12 barmaq bağırsaq açılır. 17. Tərkibində 100 milliqram B vitamini olan çəltik dənir bişirildikdən sonra həmin vitaminin miqdarı necə dəyişər? Bitki mənşəli məhsullarda B qrup vitamini bişirildikdə və ya qaynadıldıqda 20% azalır. 20% azalacaq. 100-ün də 20%-ni tapanda bu eləyir 20. 20 milliqram azalacaq E variantı. 18. İnsanda mexaniki həzm prosesinə aiddir. Mexaniki həzm ağız boşluğunda dişlərin iştirakı ilə baş verir. Variantlara baxaq. Qidanın ağız boşluğunda bəli A variantı uyğundur. Həmçinin öd də mexaniki həzmdə iştirak edir. Bunu da unutmayın. 19. Xlorid turşusu insanın həzm sisteminin hansı rəqəmlə qeyd olunmuş hissəsində sintezlənir? Xlorid turşusu mədədə sintez olunur. Mədədə burada 4 rəqəmi ilə göstərilmişdir. C variantı. Qaynadılma zamanı B qrup vitaminlərin miqdarı bitki mənşəli qidalarda 20% azalır. Həzmin tam başa çatdığı suyun çox hissəsinin qana sorulduğu orqan yoğun bağırsaqdır. Verilmiş yaş dövrlərində insanın böyük azı dişlərinin sayının kiçik azı dişlərinin sayına nisbəti. 5 yaş. 5 yaşda hələ böyük azı dişləri yoxdur. Çünki böyük azı dişləri daimi dişlərin tərkibindədir. 5 yaşlı uşaqda süd dişləri olur. Ona görə 0. Kiçik azı dişləri 5 yaşlı uşaqda 8-dir. 0-ın 8-ə nisbəti. Gəldi 25 yaşa. 25 yaşda böyük azı dişlərin sayı artıq 12-dir. Yəni normal halda. Kiçik azı dişlərdə 8-dir. 12-nin də 8-ə nisbəti ixtisar eləsək 4-ə, 3-ün 2-yə nisbəti kimidir. Demək 0, 8, 3, 2 nisbəti. Sutkalıq norması ən çox olan vitamin C vitaminidir. 50-100 milliqram arasıdır. Sutkalıq norması ən az olan isə D vitaminidir. 0,2, 0,5 milliqramdır. Sonra yetkin insanın böyük azı dişlərinin sayı onun dişlərinin ümumi sayının neçə faizini təşkil edir? Demək, böyük azı dişləri yetkin insanda 12-dir. Ümumi dişləri isə normalda 32-dir. 12-nin 32-yə nisbəti, onu da faizə çevirəndə 100-ə vururuq. Cavab da burada eləyəcək. Demək, təqribən 37,5% eləyir. Sonra. Bunları silək. Süd dişlərin sayı insanda ömür boyu çıxan dişlərin ümumi sayının neçə faizini təşkil eləyir? Süd dişlərin sayı 20. İnsanda ömür boyu çıxan dişlərdə 52-dir. 20-nin 52-yə nisbəti, onu da 100-ə vuranda, bu da eləyəcək haradasa 38, bəli 38-dən %46 Y variantı.
Sonra orta yaşlı insanda hansı dişlərin sayı kəskin dişlərin sayına bərabər olur? Kəskin dişlərin sayı 8-dir. Kiçik azı dişlərin də sayı 8-dir. Bunlar bir-birinə bərabərdir. 28. Orta yaşlı insanın hansı dişlərinin sayı ağıl dişlərinin sayına bərabər deyil? Ağıl dişlərinin sayı 4-dür. Baxaq A variantı. Alt çənədəki kəskin dişlərin sayı. Alt çənədə də 4, üst çənədə də 4 kəskin diş var. Demək bərabərdir. Köpək dişlərinin sayı ümumiyyətlə 4-dür. Bu da bərabərdir. Üst çənədə kəskin dişlər 4-dür. Alt çənədə kiçik azı dişlər. Kiçik azı dişlərin ümumi sayı demək 8-dir. Bunun 4-ü alt çənəyə düşür, 4-ü üst çənəyə düşür. Bu da bərabərdir. Y. Üst çənədəki azı dişləri. Üst çənədəki azı dişlərinin sayı. Əlbəttə ki, burada 4 dənə kiçik azı var, 6 dənə böyük azı var. Ona görə bərabər deyil. Y variantı. Hansı vitamin çatışmadıqda insanda beri-beri xəstəliyi B1 vitaminidir. Sonra 30. İnsanın həzm sistemində turş mühitdə kimyəvi dəyişikliyə məruz qalır. Yəni mədədə kimyəvi dəyişikliyə məruz qalan süd yağlarıdır. Ümumiyyətlə bir dənə süd yağları mədədə kimyəvi dəyişikliyə məruz qalır. Bunu da unutmayın. Doğru ifadəni müəyyən edin. Qidada C vitamini çatışmadıqda C vitamini yoluxucu xəstəliklərə qarşı müqaviməti artırır. Çatışmadıqda təbii ki, müqavimət zəifləyər. Burada Y variantı. 32. Suda bişmiş yer kökünün tərkibində N milliqram A vitamini vardırsa, onun tərkibində bişirilməmişdən əvvəl nə qədər idi? Biz bilirik ki, yer kökünü qaynatdıqda A vitamini 2 dəfə azalır. Bu bişib N milliqramdırsa, bişməmişdən əvvəl 2 dəfə çox olub. Düzdürmü? 2N olmuşdur. Əgər bişmiş çəltik dənələrin tərkibində N milliqram B1 vitamini vardırsa, onda onların tərkibində bişirilməmişdən əvvəl nə idi? B qrup vitaminləri bitki mənşəli qidalarda bişirildikdə 20% azalır. İndi bişirilib N milliqram qalıb. Demək, burada N burada olan N yerdə qalan 80%-dir, düzdürmü? 20% azalıb, yerdə qalan 80%-dir. Onda biz bunun 100%-ni tapmalıyıq X. Bu da eləyir 100 N böl 80. İxtisar eləsək 20-yə 5N böl 4. Düzgün cavab D variantı edir. İnsanın hansı damarında axan qanın tərkibindəki amino turşuları, qlukoza və vitaminlərin qatılığı daha çox olur? Ümumiyyətlə, bu maddələr nazik bağırsaqdan sorulur qana, düzdürmü? Təbii ki, bağırsaq venasında axan, yəni bağırsaqdan çıxan damarlarda daha çox olar. B variantı. 32. İnsanın normal fərdi inkişafında yalnız bir dəfə çıxan dişlərin ümumi sayı ilə süd dişlərinin ümumi sayının nisbəti neçədir? Ümumiyyətlə, ontogenezdə, yəni fərdi inkişafda yalnız bir dəfə çıxır böyük azı dişləri. Onun da sayı 12-dir. Süd dişlərinin də sayı 20-dir. 12-nin 20-yə nisbəti. İxtisar eləyin 4-ə 3-ün 5-ə nisbəti kimi olacaq. Orta yaşlı sağlam insanın sutqalıq minimum enerji tələbatının təqribən neçə faizini heyvani zülalın payına düşür? Demək, sutqa ərzində insan 48 qram heyvani zülal qəbul etməlidir. 1 qram da zülal bizə 17,6 kilojul enerji verir. Demək, bunların hasilini tapırıq. Hasilini tapandan sonra bilirik ki, enerji tələbatı sutqalıq 10.500 kilojuldur bizdə burada verilib. Onun da faizini tapdıqda təqribən 8 tam neçə faiz edir? Belə 8% eləyəcək. Yenə 48 qram sutqa ərzində heyvani zülaldır, tələbatdır, normadır. 1 qram da zülal bizə 17,6 kilojul verir. 48-i 17,6-ya vurduqda alınan cavabı bölürük 10.500-ə, faizini tapanda 100-ə vururuq. 37. İnsan nazik bağırsağında həzm zamanı bağırsaq kapilyarlarında hərəkət edən qandakı qida maddələri. Təbii ki, bağırsaqda qida maddələri keçəcək kapilyara, düzdürmü?
və onların sayı artacaq. Çünki həzmin demək olar ki, əsas hissəsi nazik bağırsaqda baş verir və orada nazik bağırsağın xovlarından qida maddələri keçir qana. Yəni bu amin turşulardır, sonra glukozadır və s. vitaminlərdir və s. 38. İnsanda öd, qaraciyər və öd kisəsindən hara açılır? Öd açılır, 12 barmaq, bağırsağı açılır. 39. İnsanda çeynənmiş qida ağız boşluğundan bilavasitə hansı orqana keçir? Həzm kanalının ardıcılığı vardır. Ağız boşluğundan sonra gəlir udlaq. Cədvələ əsasən doğru mülahizəni müəyyən edin. X çatışmadıqda beri-beri xəstəlidir. Bu B1 vitaminidir. Y skorbutdur. Bu C vitaminidir. Z də toyuq korluğu A vitaminidir. İndi baxaq, doğrunu tapmalıyıq. A. Qaynadılma zamanı bitki mənşəli qida məhsullarında Y-in, yəni C vitamininin miqdarı 2 dəfə artır. Ümumiyyətlə, vitaminlərin miqdarı bişirildikdə, qaynadıldıqda artmır, azalır. Bu səhvdir. B. Z insanın sutkalıq qida normasında 50-78 mg olmalıdır. Xeyr, Z A vitaminidir. Onun sutkalıq norması 1 mg-dır. C. X bitki mənşəli qidalarda olmur. B qrup vitaminləri bitki mənşəli qidalarda var. Sonra D. Y qidada çatışmadıqda, yəni C vitamini qidada çatışmadıqda orqanizmin infeksion xəstəliklərə qarşı müqaviməti azalır. Bəli, azalır. Bu düzdür. Sonra 41. Qida borusuna hardan keçir? Udlaqdan keçir. 43. İnsan orqanizmində bəzi vitaminlərin sintezi bağırsağın hansı şöbəsində nəyin hesabına baş verir? Və yoğun bağırsağın, xüsusən də kor bağırsaq olan hissəsində bakteriyaların hesabına B-K vitaminləri sintezi həyata keçirir. Bəli, yoğun bağırsaq, bakteriya B variantı burada uyğundur. 44. İnsan orqanizmində bağırsaqlar hansı boşluqlarda yerləşir? Bağırsaqlar əsasən qarın boşluğunda, düz bağırsaq isə çanaq boşluğunda yerləşir. Ona görə biz burada götürürük qarın və çanaq boşluğunda. D variantı. 45. Verilmiş proseslərdən hansı insanın ağız boşluğunda getmir? Ağız boşluğunda qida xırdalanır, ağız suyu vəzlərinin hesabına islanır, karbohidratlara təsir edən burada fermentlər var, ona görə karbohidratlar kimyəvi dəyişikliyə məruz qalır, dişlərin köməyi ilə qida əzilir, amma burada Y variantında zülallar ağız boşluğunda heç bir dəyişikliyə məruz qalmır. 46. Vitamin çatışmazlığı nəticəsində əmələ gələn xəstəlik deyil, hepatit virus mənşəli xəstəlikdir. Qaraciyərdə baş verir. Amma skorbut burada C vitamini, beri-beri B1, raxit D vitamini, toyuq korluğu A vitamini çatışmadıqda baş verir. 47. Şəkildə doğru bəndi müəyyən edin. 1 dişin tacı, 2 boynu, 3 kökü verilmişdir. 48. Tərkibində 20 qram B qrup vitamini olan qarğıdalı dənlərin bişirildikdən sonra həmin vitaminlərin miqdarı necə dəyişər? Bitki mənşəli qidalarda B qrup vitaminləri bişirildikdə 20% azalır. Demək, 20% azalacaq. 20 qramın 20%-ni tapmaq lazımdır. Yəni, 20-ni vururuq. Demək, 20-yə bölürük 100-ə. Bu da eləyəcək 4 qram, yəni azalacaq. 49. Normal halda insanın mədəsindəki qida horrasının tərkibində ola bilməz. Təbii ki, öd 12 barmaq bağırsağa açılır. Yəni, mədədən sonra gəlir 12 barmaq bağırsağa. Öd ola bilməz. Siroz xəstəliyi baş verən orqan, siroz qaraciyərdə baş verir. Qaraciyər burada 2 rəqəmi ilə göstərilmişdir. 51. İnsan həzm sistemində hansı orqanın çox hissəsi qarın boşluğunda yerləşmir? Qida borusunun çox hissəsi döş boşluğundadır. Az hissəsi isə qarın boşluğuna daxil olur. Demək, qida borusu da iki boşluqda yerləşir. Döş və qarın boşluğunda. Ödün funksiyası deyil. Öd yağların həzmini asanlaşdırır. Çünki mədəaltı vəzi olan lipaza fermentini fəallaşdırır. Bağırsaqların işini sürətləndirir. Bəli. Sonra ADK vitaminlərin sorulmasını asanlaşdırır. Bakteriyalara da demək, pis təsir göstərir, onların fəallaşmasının qarşısını alır. Bağırsaqda turş mühit yaradır. Əksinə, öd mədədən gələn turş qida horrasını
neytrallaşdırır. Deyə burada səhvdir. Səhv mülahizəni müəyyən edin. Həzm orqanlarını qorumaq üçün yeməkdən əvvəl sonra əllər sabunla yuyulmalıdır, təbii. Bol miqdarda meyvə tərəvəz yeyilməlidir, bəli. Qida ağızda çox çeynənilməlidir, düzdür. Çox acı və duzlu yeməklər yeyilməlidir, xeyr, bu ziyandır. 54. 15 yaşlı məktəblinin alt sənəsindəki dişlərin sayı n-dirsə, 15 yaşı varsa, bunun ümumiyyətlə ağzında 26 diş var, 28 diş var normalda. Bu n-dir. Demək, 28 n-dir. Bunu yadda saxlayaq. 28 bərabərdir n. Ağız boşluğu 25 yaşında ağız boşluğunda maksimum neçə diş olar? 25 yaşında artıq bunun normalda 32 diş olmalı, düzdürmü? N 28-dir. Üzərinə biz 4 də gəlməliyik ki, bu eləsin 32. 55. Şəklə əsasən doğru mülahizəni müəyyən edin, baxaq. 5. Həzm kanalında zülalların ilk kimyəvi dəyişikliyə uğradığı orqan. 5 nazik bağırsaqdır. Bəli, zülallar burada kimyəvi dəyişikliyə uğrayır, amma ilk deyil. Çünki zülallar ilk olaraq mədədə kimyəvi dəyişikliyə uğrayır. Demək, bu səhvdir. B. 3. Xarici sekresiya vəzisidir. Qulaqdibi vəzi, bəli, xarici sekresiya vəzisidir. Bu düzdür. 56. İnsanın öd hissəsindəki öd ilk olaraq həzm kanalının hansı hissəsində olur? Ödün axarı 12 barmaq bağırsaq açılır. 57. Cədvələ əsasən x-in qiymətini tapın. Demək, yer köküdür, pişirilib, onda qalıb 80 milliqram A vitamini. Bəs pişirilməmişdən əvvəl nə idi? Yadda saxlayın, A vitaminləri pişirildikdə, qaynadıldıqda 2 dəfə azalır. Demək, 160 idi ki, o pişirildikdə artıq 80-ə düşüb, 2 dəfə azalıb. 58. İnsanın C vitamini olan sutqalıq maksimum tələbatı, C vitamininə sutqalıq maksimum tələbat 100-dür. Demək, 100. Y vitamininə olan minimum tələbatdan neçə dəfə çoxdur? Y vitaminin sutqalıq tələbatı 10-15-dir. Minimum dediyinə görə 10 götürürük. 100-ün də 10-a nisbəti, yəni 100-ə 10-a böləndə 10 eləyir, düzdürmü? 59. Demək, suda həll olur. C suda həll olan vitamindir, D isə yağda. Günəşin ultrabənövşəyi şüaların təsiri ilə dəridə əmələ gəlir. Bu D vitaminidir. 2. Orqanizmdə qaraciyərdə depolaşır. A, D, K vitaminləri qaraciyərdə depolaşır. Ona görə bu D vitamininə aiddir. Yağda həll olur. Bu da D vitamini yağda həll olur. Çatışmazlıq xəstəliyə səbəb olur. Əlbəttə ki, istənilən vitamin çatışmadıqda bir xəstəliyə səbəb olur. 5 hər ikisinə aiddir. İndi buradan uyğunlaşdıraq. Demək, B variantı uyğun gəldi. 60. Nöqtələrin yerinə yazıla bilməz. Mədəaltı vəzinin şirəsində ümumiyyətlə vitaminlər parçalanmır. Birbaşa qana sorulur. Demək, 1 ola bilməz. Yerdə qalan mədəaltı vəzinin şirəsində həm yağları, məsələn, lipaza fermenti var, həm zülalları, məsələn, tripsin, pepsin, həm də karbohidratları, məsələn, amilaza fermenti axıdır, 12 barmaq bağırsağa. Parçalayan fermentlər var, amma vitaminlər parçalanmadan birbaşa qana sorulurlar.